Salam dəyərli şagirdlər və müəllimlər, hər birinizi xoş gördük. Bugün biz sizinlə Azərbaycan dilindən normalar keçəcəyik. İzaha diqqətlə qulaq asın ki, daha yaxşı başa düşəsiniz. Deməli, Azərbaycan dilində təməl olaraq 3 normamız var. Fonetik norma, leksik norma, qrammatik norma. Yəni bunu ilk olaraq biz yadımızda saxlamalıyıq. Və norma nə deməkdir? Bir ölkə düşünün, o ölkənin polis sistemi var və ölkədə məsələn özbaşınalıq olmasın deyə, xaos olmasın deyə o polislər ölkədə nizam-intizam yaratmağa çalışırlar və uğurlu da olur. İndi Azərbaycan dilində də bizim cümlələrimiz var da, həmin cümlədə qayda pozuntusu olmasın deyə, məsələn xaos olmasın deyə o qaydaların pozulmasının qarşısını alan şeylərimiz normalarımızdır. Yəni normalar bir cümlənin daha doğru məsələn qurulmasına, oradakı qaydaların qorunmasına xidmət eləyir və ona görə də bu 3 norma funksiyası tam olaraq budur. Məsələn, cümlədə hər hansı bir şey pozulursa, bir şey söz səhv yazılırsa, yerində işlədilmirsə və s. müxtəlif normalarımız var ki, bu 3 norma həmin məsələlərə baxır. Gəlin birbaşa tanış olaq, görək normalarımız, yəni hansı normamız nə ilə məşğul olur. Birinci fonetik normamızdır. Fonetik norma anlayışı özü də 2 yerə bölünür. Bir orfoqrafik norma, bir də orfoepik norma. Nə deməkdir bunlar? Ümumiyyətlə, fonetik norma yazı pozuntusunu araşdırır. Yazı. Yəni, sözün səhv yazılması, eyni zamanda sözün səhv yanlış deyilməsi fonetik normanın pozulmasına gətirib çıxardır. Məsələn, mən bura yazmışam, məsələn 5 hal yazmışam, testdə daha sonra qarşımıza çıxan. Baxın, əgər bir sözü səhv yazılınsa, məsələn, tutaq ki, dəftər yerinə dəftər yazmısan, bu avtomatik olaraq cümlədə görsən, bunu testdə görsən, bir ki, orada fonetik norma bu sözdə pozulub. Əgər sözün tələffüz şəkli də səhv verilibsə, yenə pozulub. Və ya da durğu işarəsi səhv qoyulubsa, məsələn, tutaq ki, mən Koroğlu yazıram və bu əsər adıdır. Əsər adı olanda dırnağı almalıyam da mən bunu. Amma dırnağı almıramsa, burada da artıq fonetik normanın pozulmuş olacaq. Və yaxud da ki, məsələn, böyük yazılan qoşma, bitişik yazılan qoşmalar sözdə ayrı yazılarsa, buna çox şagird testlərdə fikir vermir. Tutaq ki, məsələn, deyirəm ki, Əli tək. Məsələn, burada tək qoşması var da, bu bir hecalı qoşmalar sözə bitişik yazılmalıdır. Xas qoşması istisna təbii ki. Mən Əli tək sözünü belə yox, belə yazsam, avtomatik olaraq burada eşrəf tək kimi bir anlayış çıxacaq. O da olmasın deyə, yəni belə yazsam, ayrı yazsam, bilin ki, burada fonetik norma pozulub. Yəni bu tək qoşulmasına diqqətli olmaq lazımdır. Dəkdir, cadır, candır, bunlar qoşulmadısa tamamilə diqqətli olmalısınız. Bunlar sözə bitişik yazılmalıdır. Və yaxud da ki, dırnaq işarəsi qoyulmayanda ki, bayaq biz həmin məsələ toxunduq, adı bir vergül belə düz qoyulmasa, bil ki, orada fonetik norma pozulub. Yəni bu orfoqrafik və orfoepik nə deməkdir? Əgər sözün yazılışında problem varsa, deməli orfoqrafik norma pozulub. Amma sözün deyilişində problem varsa, yəni tələffüzündə, deməli burada da orfoepik norma pozulub. Tələffüzdə necə olur? Transkripsiyanın içində sözü verəcəklər. Məsələn, transkripsiyanın içərisində tutaq ki, təşkil sözü təşgil kimi tələffüz olunur, elə deyilmi? Mən G yerinə elə sözün yazılışını təşkil yazsam transkripsiyanın içində, bu yanlışdır. Deməli, burada yenə sənin orfoepik normanın pozulur. Dolayısıyla yolla fonetik normanın da pozulması deməkdir. Yəni, bu normanı siz daha yaxşı bilmək istəyirsinizsə, gedin sözlərin doğru yazılışına və tələffüzünə diqqət yetirin, o qaydaları yaxşı öyrənin. Onları yaxşı bilsəz, yəni hansı sözlər necə yazılır, deməli sən fonetik normanın pozulma məqamlarında yaxşı biləcəksən. Gələk indi biz leksik normaya görək, leksik norma nə zaman pozulur və ümumiyyətlə leksik norma nə deməkdir? Leksik norma isə sözlərin mənasına bələd olmaq və düzgün yerində işlədilməsini tələb edir. Bu cümləni əzbərləyə, çünki testlərə də çox düşür, yəni hansı normanın tələbidir bu? Leksik norma nə deməkdir? Yəni sən bir sözü yerində düzgün işlətməlisən. Sözün səhv yazılışından söhbət getmir, sözün düzgün işlədilməsindən söhbət gedir. Tutaq ki, məsələn, çay süzürəm yerinə çay tökürəm deyirsənsə, leksik normanı pozacaqsan. Çünki sözü yerində düzgün işlətmirsən. Məsələn, gəlin bütün xırda məqamlara baxaq burada. Deməli, leksik norma aşağıdakı hallarda pozulur. Baxın, eyni mənanı verən ifadələr təkrarlananda. Tutaq ki, məsələn, mən deyirəm ki, yaşlı qoca evə gəldi. Burada avtomatik leksik norma pozulub. Niyə? Çünki
Yaşlı da zaten qoca deməkdir, qoca da qoca deməkdir. Yəni bu ikisi də eyni mənanı verdiyi üçün mənim bunları bir yerdə işlətməyim doğru deyil. Nə ehtiyac var buna? Yəni təkrarçılığa yer verdiyim üçün avtomatik olaraq deyəcəm ki, burada leksik norma pozulur. Burada balaca körpələr də daxildir, çünki eyni mənadır. Daha sonra ilk öncə sözü çoxunun işlətdiyi sözdür. Biz yadda saxlayaq ki, zaten ilklə öncə eyni şeydir. Ona görə də sən burada da leksik normanı pozursan. Yəni sən deməlisən ki, ilk olaraq və s. Ona görə də yadda saxlayaq, bu da leksik normanı pozur. Daha sonra kiçik dəftərsə sözünə fikir verək. Onsuz da bu şəkilsi kiçiltmə mənasını bildirir və dəftərsə deyəndə onsuz da balaca yəni dəftər nəzərdə tutulur. Mən bir daha bunun qabağına kiçik sözünü artıranda yenə təkrarçılığa yol vermiş oluram deyə burada da pozuram normanı. Daha sonra çaşdırıcı bir söz var. Mənzum poema. Yadda saxlayaq ki, poema onsuz da mənzum olur. Yəni şeir formasında yazılır. Bu özü zaten şeir formasında yazılırsa bunu bilirəm də. Daha onun qarşısında mənzumu artırmağım. Bu da yenə sözün mənanın təkrarlanmasına səbəb olur deyə burada da pozulur. Eyni zamanda da mənsur povest anlayışı elədir. Çünki povestlər də onsuz da nəsillə yazılır. Yəni bizim bildiyimiz normal yazı ilə yazılır. Ona görə bir daha mənsur artırmağım da normanı pozur. Və bu sözləri əzbərin. Çünki mənasına bələd olmasınız belə, yəni əzbərləməniz yaxşıdır ki, sabah testdə qarşınıza çıxanda siz məsələdən çıxa biləsiniz. Daha sonra ikinci məqam nədir? Bayaq dediyimiz məqamdır. Söz uyğunsuz və başqa sözün yerinə işlənəndə. Yəni bir sözü yerinə ona uyğun olmayan, həmin cümlə uyğun olmayan başqa bir söz işlədirəm. Məsələn, anam başımın yanında durmuşdu. Bu təbii ki, yanlışdır. Çünki anan sənin başın yanında durmaz, başının üstündə durar. Yəni bu ifadəni də onsuz da el dilində biz belə işlədirik. Sən məşhur el dilində işlənən ifadələrdə hansı sözü çıxardıb onun yerinə uyğunsuz bir söz qoyursansa, yenə leksik norma pozulacaq. Və hətta dediyim kimi, çay tökdüm yox, çay süzdüm olmalıdır. Və hətta ki, məsələn, qoyunlar kişniyir yox, qoyunlar məliyir olmalıdır. Çünki kişnəmə ata məxsusdur, qoyun isə normal olaraq mələməlidir. Bu belə. Daha sonra söyüşlərdən və yaxud da ki, dialekt və başqa dilə aid sözlərdən istifadə eləmək. Vulqarizmlərdən və varvarizmlərdən istifadə eləmək. Bunlar da sənin üçün leksik normanı pozur. Yəni, məsələn, bir müəllif öz məsələnin kitabında söyüşə yol verərsə, ya da ki, məsələn, məişət üslubunda biz bir-birimizdən danışanda söyüşə yol verərsək, dialektlərdən istifadə edərsək, məsələn, dəsmal yəni təli istəsək, nəlbəki yerindən, məsələn, naxçıvanlılar zir deyir, bunu işlətsək, gündəlik, məsələn, normativ ünsiyyətimizdə, burada leksik normanı pozacaqsın. Amma yadda saxlayaq, bu hər bir cümləyə aid deyil. Əgər bir əsərdə, yəni hər hansı bir əsərdə müəllif yox, obrazın dilində bunu görsən, məsələn, tutaq ki, Qurbanəli bəy obrazı olsun, tutaq ki, məsələn, hər hansı bir əsər Əl-Abbas dayı obrazı olsun, onun dilində söyüşə yol verə bilərsən, dialektdən istifadə oluna bilər onun dilində, yəni bir əsərdə obraz bunu deyərsə, o zaman icazə var. Çünki müəllif obrazın xarakterini, obrazın xüsusiyyətini, xasiyyətini göstərmək üçün bunu bilərəkdən işlədir. Yəni, bura yer verilə bilər. Amma müəllifin öz dilində təəssüf ki, buna yer verilə bilməz. Özüm də təəssüf niyə deyirəm, onu da anlamadım. Məsələn, davaydı, daha sonra məsələn, başqa bir söz işlədəsiniz. Məsələn, forçkadır, sonra xaladelnikdir, sonra kruqdur. Bu sözlərə fikir vermək lazımdır. Bunların ədəbi dilimizdə hamısının qarşılığı təbii ki, var. Və bir də bir şey yadda saxlayaq. Bizim leksik normamız fonetik və qrammatik normaya nisbətən daha tez dəyişir. Çünki leksik norma birbaşa söz üzərində gedir deyə. Biz də bilir ki, dilimizdə yeni sözlər tez daxil olur, dilimizdən sözlər tez bir zamanda çıxa bilər və yəni dilimizdə dəyişikliklər daha tez olduğu üçün bu da leksik normaya təsir edir deyə bu iki normaya nisbətən daha tez dəyişkəndir. Bəzi testlər sizə deyəcək ki, məsələn, leksik norma digər normalardan daha gec dəyişir. Bu yanlış anlayışdır, burada diqqətli olmaq lazımdır. Leksik norma yəni budur. Özünüzü qorxutmağa ehtiyac yoxdur. Sadəcə yenə də deyirəm, siz sözün mənasına bələd olmalısınız. Yəni buna görə nə etmək lazımdır? Çoxlu kitab oxumaq lazımdır. Hansı sözü harada işlətməli olduğunuzu yaxşı bilməlisiniz ki, bu normanın öhdəliyini biləsiniz. İndi isə gələk qrammatik normaya. Görək qrammatik normada nələr pozulur, nələr qrammatik normanın tələblərini pozmağa xidmət edir. Deməli, qrammatik norma. Görək qrammatik norma nə deməkdir? Burada daha çox əzbərləməli olduğumuz şeylər var. Diqqətlə qulaq asaq. Qrammatik norma
Sözlər və cümlələr arasında əlaqənin düzgün qurulmasını tələb edir. Yəni bu ifadənin mənası əzbərin bunu. Çünki testlərə dəfələrlə düşüb. Ümumiyyətlə sən əlaqə sözünü görsən, səndən soruşsa ki, hansı normada qrammatik norma götürməlisən. Və aşağıda qeyd etdiyim hallar qrammatik normanın pozulması hallarıdır. Gəlin görək onlar hansı haldır və biz hansı qaydaları qorumalıyıq. Deməli, birinci məqam. Müəyyən miqdar sayılardan sonra sözlər təkdə olmalıdır. Bu, yəni dəqiqdir. Tutaq ki, məsələn, 2 müəyyən miqdar sayıdır. Mən 2 limon desəm, bu düzgündür. Amma limonlar deyə bilmərəm. Çünki müəyyən miqdar sayından sonra mən bir isim qoysam, o təkdə olmalıdır. Qayda belədir. 2 limonlar desəm, burada qrammatik normam pozulmuş olacaq. İstisna halı nədir? Bu, mindir, milyon sözlərindən sonra il, əsr sözləri gələndə, məsələn, min illər, milyon əsrlər və s. Belə icazə var. Məsələn, mən 1000 illər desəm, bu düzgündür. Yəni, dediyim kimi, yada sağlayın, 1000 milyon tipli sözlərdən sonra il, əsr anlayışları gələndə. Məsələn, deyirəm ki, 1000 illər əvvəl qədim tarixdə belə bir hadisə olmuşdur. Hə, buna icazə var. Amma yerdə qalan məqamlarda olmaz. Daha sonra 2. Adlara ardıcıl olaraq, yəni isimlərə cəm, mənsubiyyət, halı, xəbərli şəkilləri qoşulmalıdır. Bu feillərə də aiddir. Feillərin öz şəkilləri var. Məsələn, feillərə də sən ardıcıl olaraq əvvəlcə təsiri, növ, şəkil, yəni feilin şəklinin şəkilləri və xəbərli şəkilini qoşmalısan. Gəlin baxaq sözlərimizə. Tutaq ki, uşaqlarımızdan sözü ki, uşaqdır. Lar ismin cəm şəkilsi, ımız mənsubiyyət, dan hal, dırda xəbərli. Yəni cəm, mənsubiyyət, hal, xəbərli. Ardıcılığı belə saxla. Yəni cəm, h bu formada saxlaya bilərsiniz. Yəni rahat bir şeydir. Əgər testdə görsən ki, tutaq ki, belə bir şey verib, uşağımızlardandır, təbii ki, bilirik də bu yanlışdır. O zaman sən götürəcəksən qrammatik normanın pozulması. Amma burada pozulmuyor. Burada şəkilsən ardıcıl belə olmalıdır. Feillərdə də yazdır, malıdır. Bax, axırda xəbəri şəkilçidir. Ondan öncə feilin şəklinin şəkilçidir. Yerdə qalan şəkillər də leksi şəkilçilərimizdir ki, təsirli və növ şəkilçiləri. Bunlar da belə sıralama ilə gəlirlər. Məsələn, mən desəm ki, yazıldırmalıdır, bu da yanlış olacaq. Təbii ki, bu 2 dənə maddə asan maddədir. Yəni, onu adi şagird belə baxışla tuta bilər ki, burada bir yanlışlıq var və bu da bilin ki, qrammatik normanın yanlışlığıdır. Daha sonra dəfələrlə buraxılışa düşmüş, qəbulda da test şagirdlərin qarşısına, sınavlarda qarşısına çıxan məqam, nə inkar bağlayıcı işlənən cümlənin xəbəri təsdiqdə olmalıdır ki, qrammatik norma pozulmasın. Məsələn, nə mən gəlmişdim, nə də o gəlmişdi cümləsində, nə də onsuz da var və bu inkarlığı bildirir. Xəbərim o zaman gəlmişdi təsdiqdə olmalıdır, ikisi də. Amma desəm ki, məsələn, nə mən gəlməmişdim, nə də o gəlməmişdi, bu yanlışdır. Çünki zaten onsuz da mənim inkar bağlayıcım var. Bir də xəbəri niyə inkarda işlətməliyəm? Bu yersiz təkrar olunmaya yol verirdi, olmaz. İngilis dilində də belə bir qayda var onsuz. Cümlədə 2 inkar olmaz. Elə o qaydanı yadda saxlayın ki, Azərbaycan dilçiliyində də inkar bağlayıcısı varsa, xəbərin inkarda yox, təsdiqdə olmalıdır. Bu inkarda olsa, bir qrammatik norma pozulub və bizdə maşallah olsun vətəndaşlarımız tez-tez bu normanı pozurlar. Daha sonra, mübtəda ilə xəbər şəxsə görə uzlaşmalıdır. Məsələn, mən, gəlir, sən, olmaz. Necə olmalıdır təbii ki? Mən gəlirəm olmalıdır. Yəni, birinci şəxssə sənin, məsələn, mübtədan, xəbərin də birinci şəxsin şəxs şəkilsini qəbul eləməlidir. 2 və 3-ü qəbul eləsə, avtomatik olaraq orada sənin hansı norma pozulur? Qrammatik norma pozulur. Daha sonra gəlirik hansına? 6-cı maddəyə. Cümlə üzvləri ardıcıl olmalıdır. Yəni, inversiya yol verməməlisən. İnversiya varsa cümlədə deməli, orada da qrammatik norma pozulub. Bizdə ardıcıl olaraq birinci gəlir mübtəda. Mübtədadan sonra, məsələn, tutaq ki, tamamlıq. Ondan sonra tutaq ki, zərflik. Ondan sonra da xəbər olur. İndi təyin də hansının qabağında işlənsə, hansını izah eləsə, onun qabağında təyin gələ bilər. Yəni, o açıq məsələdir. Amma yadda saxlayaq, mənim xəbərim cümləc olaraq önə keçsə, mübtədadan qabağa, ya da zərflikdən qabağa, tamamlıqdan qabağa, burada inversiya olur. İnversiyada qrammatik normanın pozulması deməkdir. Tutaq ki, deyirəm ki, gəldim mən evə. Gəldim mən evə də xəbər gəldimdir və qabağa keçib. Avtomatik olaraq deyəcəksən ki, bu mənim üçün qrammatik normanı pozur. Çünki mən evə gəldim olmalıdır. Və yadda saxlayaq, sənin bir əsərində inversiya varsa,
Məsələn, səndən soruşsa ki, məsələn, bədii üslubludur adətən. Səndən soruşsa ki, bu bədii üslubda başqa üslubu məsələn müqayisə edin, sən ortaq cəhətə normalara tabedir yaza bilməzsən. Çünki inversiya varsa bədii üslubda, artıq o norma pozuntusu olduğu üçün digər hər hansı bir üslubun ortasına normalara tabedir yazıla bilməz. Daha sonra eyni sözün təkrarından sonra əmələ gələn sifətlər cəmdə olmalıdır. Məsələn, tutaq ki, şirin-şirin meyvələr deyəndə, şirin-şirin eyni sözün təkrarına əmələ gələn sifətdir. Məsələn, balaca-balaca cüzələr. Və bu təkrarlanan sözlərdən yaranan sifətlərdən sonra gələn isim cəmdə olmalıdır. Larlar mütləq qəbul eləməlidir. Balaca-balaca cüzə desəm, ları işlətməsəm qrammatik norma pozulur. Mütləq ları işlətməliyəm. Bu mənim üçün vacib qaydadır. Bunu yadda saxlayaq, çünki bu da testlərə çox düşür. Və eyni zamanda saya da aiddir bu. Bir sıra saylardan sonra bilirik ki, biz gələn sözlər cəmdə olmalıdır. Yəni bir sıra insan deyə bilmərəm, insanlar deməliyəm. Mən bir sıra insan desəm, yenə də mənim qrammatik normam pozulmuş olacaq. Burada da diqqətli olmalıyıq. Belə, 8 maddəni yaxşı əzbərləsəz, əslində sizin işiniz kifayət qədər rahat olacaq. Çünki qrammatik normanı testdə tapmaq elə də çətin deyil. Çünki konkretdir, daha dəqiqdir. Leksik norma kimi məsələn sizi süründürməyəcək. Məsələn, fonetik norma deyilər. Sözün biraz yazılışını bilsən, əziyyət çəkməzsən. Bunların içində ən çətin leksik normadır ki, sözün mənasını yaxşı bələd olasan, olmayanda adam biraz orada sürünür. Və bir də bu anlayışı yadda saxlayın. Orfoqrafik və orfoepik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır. Bu sözün mənasını bilməyiniz ehtiyac yoxdur, beyninizi yormayın. Sadəcə olaraq bunu əzbərin. Yəni bunu əzbər üçün yazmışam ki, testdə düşəndə biləsiniz. Azərbaycan elə bir şeydir ki, müəyyən məlumatlar var ki, başınızı yormağa dəyməz. Sadəcə əzbərləməlisiniz. Müəyyən məlumatlar da var ki, onun fəlsəfəsini bilməlisiniz. Belə, videoları izləməyi, kanala abunə olmağı, bəyənməyi yaddan çıxarmayaq. Yəni bu normalar haqqında yenə də başqa videolar gələcək. Bu normalarla əlaqəli mövzuların videoları. Növbəti çəkilişlə görüşənədək özünüzə yaxşı baxın. Hələlik.